Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir video ile karşınızdayız. Ve bugünkü dersimiz növbəti montaj vakti edilen növbəti səhvlərdən olacaq. Yeni binalarda kondisioner ustaları davet edilir ve kondisioner ustalarına usta gördüğünüz burada kondisioner quraşdırmaq lazımdır. Ve biz əlbəttə ki her bir otaq üçün o otağa uygun olarak bir güc seçirik. Çox vaxtı bu ya 9000 butuluq olur, ya 12000 butuluq olur. Otağın təbii ki cənuba, şimala, şərqə, qərbə baxmasından, pəncərələrinin böyüklüyündən, kvadraturasının böyüklüyündən, hündürlüyündən və s. her şeyi nəzərə alıb orada bir rəqəm deyir. Bundan sonra biz deməli kondisionerin quraşdırılacağı, yəni çöl hissəsinin quraşdırılacağı yeri araşdırırıq və nəhayət bizə göstərirlər ki, bizə təlimat verilib ki, yalnız gördüyünüz bu balkonda bu kondisioneri quraşdırmaq mümkündür. Yəni kondisionerin fasada qoyulmasından söhbət gedə bilməz. Belə olduğu təqdirdə biz əlimizə deməli metrəni götürüb ölçürük və məsələ həmin o dediyimiz 9000 butuluq bir kondisionerin quraşdıracağı trasın uzunluğunun təxminən 23-24 metre olduğunu görürük. Və burada nə baş verir? Qeyd etmək istəyirik ki, kondisioner istehsalçıları deyək ki 9000 və 12000 butuluq klimalar üçün maksimal uzunluq 15 metr, maksimal hündürlük yani L 15 metr, maksimal hündürlük ise 8 metre olarak götürülmüştür. Ve hesaplanmış ki bu borular yani bu tipli, bu güçlü olan kondisionerlerin minimal borusu da 3 metre olmalıdır. Yani 3 metreden artık olan boruya əlavə gaz vurulacaq vesaire və ilə. Ama bizim söhbətimiz hal-hazırda gazdan değil, başka meselelerden. Mesela burasındadır ki bu yaxınlarda tanıdığım ustalardan biri 9000 butuluq bir kondisioner üçün 23 metre uzunluğunda tras çektiğini mənə xəbər verdi və mən ondan soruşanda ki trası hansı boru ilə çəkdin? O təbii ki 6 milimetrlik və 10 milimetr borularla istifadə etdiyini dedi. Məsələ nədir? Məsələ burasındadır ki deməli bir kondisionerin istihsalçısının dediğine göre 3 metreye kadar kondisionerde hiçbir itki yoktur. Yani bu nominal güç 3 metreden 100%. Ama 15 metre ile müqayisədə təxminən 4%'e kadar itki olur. Yani eğer iki otaq düşünək, bir otaq, iki otağımız var, hamısının bütün şərtləri eyni. Otağın birində borunun uzunluğu 3 metr, diğerinde ise 15 metre götürülübsə, uzunluğu 15 metre olan trasta itki təxminən 4% olacaq. Ama istehsalçı bunu maksimal uzunluq olarak götürüb. Yani siz bu maksimal uzunluqdan borunun diametrini dəyişmədikcə kesə bilmərsiniz. Çünkü 15 metreden sonra kondisionerin gücü kəskin sürətdə düşür. Neden? Çünkü borunun içərisində olan müqaviməti kompresorun aşması çox çətin olur. Burada nə hadisəsi baş verir? Təzyiqin düşməsi. Yəni soğurma təzyiqinin düşməsi. Soğurma təzyiqi düşdüyü təqdirdə istənilən halda qaynama temperaturu, kondisionerin içində olan qaynama temperaturu aşağı düşəcək. Yəni deyək ki 120 PSI-da müsbət 5 dərəcədə qaynama gedirdisə, təxminən deyək ki 120 yox 105'e düştüysə o zaman bu temperatur həddindən artıq düşəcək. Təxminən müsbət deyək ki 1'e düşəcək. İndi yadımda deyildi. O zaman 4 Kelvin düşüşdən söhbət gedə bilər. Yəni 4 Kelvində bu deməli 1 Kelvinimiz 3-5% olduğuna görə bu da təxminən 12-20%'e qədər itkinin olması yalnız qaynama temperaturunun aşağı düşməsi səbəbindən. Bəs digər problemlər nədən qaynaq? Biz dedik ki bu uzunluqda borudan freonu soğurmaq üçün kompresora daha çox işləmək lazımdır. Eyni zamanda da
kompresora giren gazın gaz seyreldiğine göre, çünkü biz bilirik ki burada təzyiq düştüsə, yani 120 psi olanda optimal temperatur, qaynama temperaturu müsbət 5 idi. 105 psi'de ise deyək ki müsbət 1 derece olacaq. Bu zaman freonun özünün de demek sıxlığı, buharın sıxlığı azalmaqdadır. Dolayısıyla kompresor işləyir, freon onun içerisine daxil olur, amma 120 psi'da yani 8 gram %49 barda olan qədər kompresor soyumur. Kompresor soyumursa o zaman kompresorun aşırı qızması hadisəsi baş verir. Deyək ki 410 ilə işləyən hər hansı bir cihazda kompresorun temperaturu 70 derece. Dediğimiz 23 metre uzunluğunda deməli transı çektiğimize göre təxmin edək ki bu temperatur 70'den 80'e qalxdı. O zaman 10 Kelvin kondensasiya temperaturu qalxmış oldu ve bizə əvvəlki dərslərimizdə dəfələrlə demişik ki kompresorun demək kondensasiya temperaturunun səbəbindən asılı olmayaraq, yəni burada müxtəlif səbəblər ola bilər, çöl üstə çirkli ola bilər, kondensator tutumunu itirə bilər və s. və ilaxır. Və yaxud gərginlik zəif ola bilər. Burada onlarla səbəb var. Hansı səbəbdən asılı olmayaraq, əgər kondensasiya temperaturu 1 Kelvin yüksəlirsə, o zaman çıxışda aldığımız həm isti, həm soyuq 1% itki ilə üzləşirik. Yəni, əgər 70 derece kompresorun nominal yani boru uzunluğunda 3 metre olanda kompresorun temperaturu 70 derece ise biz 23 metre koyanda 80 dereceye kalktısa o zaman burada kondensasiya temperaturu təxminən 10 Kelvin'e kadar kalkmış oldu. O zaman 10 Kelvin'de biz 10% burada itilmiş oldu. Dolayısıyla təxminən 22-30%'e kadar itki olmuş oldu. Bəs bunun qarşısını almaq mümkün idi mi? Yani dediğimiz 22-30% olan en azı o kadardır. Yani 9000 butuluk kondisioner təxminən 6000 və yaxud 5000 butula çevrilir. Bunun qarşısını almaq üçün biz əlbəttə ki müştəriyə deməliyik. Müştəri əgər deyək ki 1 metre uzunluğunda olan boruya 35 manat veribsə, onun üçün 40 manat vermək əlbəttə böyük bir problem yaratmır. Çünki sən ona izah edəndə ki, qardaş, bu boru ilə çəkildiyi təqdirdə sənin 9000 butuluk kondisionerin, yəni 27 kvadrat metre hesablanan bir kondisioner, deyək ki 15 kvadrat metre kimi işləyəcək. Bunun üçün nə edilir? Demək, bunun üçün onluq boru, diametri 10'luk olan və yaxud 3-8 olan boru 2/1 ilə, yəni və yaxud 12 milimetrlik boru ilə əvəz edilir. Biz bu deməli dərsi hazırlamamışdan qabaq süni intellektlə bu mövzuları işlədi üzərində və mən ondan 23 metre uzunluğunda amma 12'lik boru ilə çəkilmiş kondisionerde təxminən nə qədər itki olacağını hesablatdırdım və onun verdiyi rəqəm 8-9%'e kadar oldu. Siz təsəvvür edin 22-30% ara, biz en azından danışırıq 8-9% ara. Sadəcə olaraq bir şeyi qeyd etmək lazımdır ki, əgər trans həddindən artıq uzundursa, o zaman transın hər hansı bir yerində yağ cibləri beləncə formada qoyulur. Hər 7 metrdən bir beləncə bir yağ cibi qoyulur ki, deməli, həm də eyni zamanda sistemin içərisində də bu yağ ciblərini dolduracaq qədər, çünki burada belə bir şey olur, burada demək dolmuş olur. Yağ ciblərini doldurulacaq qədər də yağın əlavə edilməsi məsləhət görülür və soyutma sistemi onu tələb edir. Hörmətli izləyicilərimiz, biz burada sizə xidmət etmək üçün uğraşırıq. Yəni burada bizim YouTube'dakı olan baxışımızdan 10 sent və yaxud 5 sent gələcək üçün biz işləmirik. Önemli olan bizim özümüzdən sonra bu dünyada qoyub getdiyimiz bir elmdir ki, siz bu elmdən istifadə etdikcə inşallah bizə rəhmət oxuyacaqsınız. Çünki mən bütün bunları Allah rızası sizə
demək, təqdim edirəm və hər dəfə yeni bir mövzu tapanda sevinirəm ki, yadımdan çıxıb bu mövzu, gəlib bu demək, izləyicilərimə bu mövzunu bildirim ki, gələcəkdə belə səhvləri etməsinlər. Mənə deməli, bütün Azərbaycandan, müxtəlif yerlərindən usta deməli, kolleqalarım zəng edirlər, mənə təşəkkürlərimi bildirirlər. Mən də buradan hamınıza Əssəlamu aleykum deyirəm. Çox sağ olun ki, yaxşı ki siz varsınız, yaxşı ki oxuyub öyrənmək istəyən, öz işini dərindən bilmək istəyən ustalarımız var və buna mən çox sevinirəm. Bizi axıra qədər izlədiyinizə görə mən sizə təşəkkürümü bildirirəm. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Əgər bu kitabı əldə etmək istəyirsinizsə, bizə mütləq müraciət edin. Biz də inşallah onu sizə PDF formatında göndərək. Əssəlamu aleykum.